Növbəti bir həndəsə sualına baxaq. Deyir ki, perimetri 32 sm olan kvadratın kvadrat eşidən kimi bir kvadrat çəkək. Qarşı tərəfləri üzərində 2 bərabər düzbucaqlı üçbucaq quruldu. Və mən bunu təqribi quracam, yəni belə təqribi quracam. Tam da qarşı tərəflər üzərinə düşməyə bilər, ancaq təqribi olaraq quracam. Belə, birini də belə quraq. Sanki trapesiya oxşuyur. Trapesiyanı da biz doğrudan da belə bölə bilərik. Yəni kvadrata bəzən düzbucaqlıya. Bunların 90 dərəcə olduğunu mən qeyd edə bilərəm. Çünki düzbucaqlı üçbucaqdır. Aha, belə bir qurduq. Və bizə deyir ki, düzbucaqlı üçbucağın bucaqları 45 dərəcədir. Yəni bu necədir? Bərabər yanlı düzbucaqlı üçbucaq almış olur halını. Buradan hər birinə qeyd edəcəm, sonra davam edəcəm. 45 də bu hissə. Və bizə nə deyir ki, kvadratın perimetri 32-dir. Deməli, hər bir tərəfimiz 8 cm-dir. Qeyd edək. Aha. 45'in qarşısı 8 isə bərabər yanlı olduğu üçün burada 8'dir. 8, 8 burada yox, daha doğrusu ora hipotenuza düşür. Bura 8 cm-dir. Bu isə 8 kökdə 2 cm-dir. Sonra bura baxaq. Burada 8-dirsə, burada 8-dir və bu hissədə 8 kökdə 2 cm-dir. Bizə ümumi trapesiyanın, yəni baxın bu hissələrin ümumi sahəsini soruşur. Mən ayrı-ayrı hesablayacağım. Birinci biz deməli kvadrata baxaq. Kvadratın sahəsi nədir? A kvadratı. S bərabər 8-in kvadratı və 64 cm kvadrat bu hissəyə düşmüş olur. Sonra burada düzbucaqlı üçbucaqdır. Görürük ki, katetləri hasinin yarısına bərabərdir. Yəni ki, dəqiqə üzr istəyirəm. S bərabərdir 2də 1 AB. Aha, katetlərimiz də 8-dir. Yəni 2də 1 vurulsun. 8 vuraq 8 64. İxtisar getdi. Qaldı 32. Yəni burada da sahəni 32 cm kvadratı tapdıq. 64, 32. Eyni şey olduğu üçün burada da 32 cm kvadratdır. 32, 32, 64. Üzərinə də 64, 120.